Salam kanalımın değerli izleyicileri. Deməli monitoring sınaqlarımızla davam edirik. Bugün çalışacağım 11, 12, 13, 14, 15'i paylaşım. Bundan məqsədim ondan ibarətdir ki, çünki iyunun 6-sı 2026-cı ildə inşallah ki siz monitoring imtahanı verəcəksiniz. Ona görə burada da 20 sınaq olduğu üçün çalışacağım ki 15 dənə, heç olmasa 15 dənəsini paylaşacaq ki 5 dənəsi qalsın. İndi çalışaram ki, yenə dediyim kimi 5'ini də çəkə bilək. Vaxt itirmədən başlayaq sınaq 11-ə. Birinci sualla davam edirik. Başlayırıq daha doğrusu. Tədbirdə uşaqlara paylamaq üçün 48 ədəd şokolad və 72 ədəd konfet alınmışdır. Bu şirniyyatların hamısından istifadə etməklə hər bağlamada eyni sayda şokolad və eyni sayda konfet olmaqla ən çox söhbəti varsa deməli əbob tapılır. Əbob 48, 72. 48-i sadə vurğuları ayırırıq. 24, 2, 12, 2, 6, 2, 3, 3, 1, 72, bu şəkildə ortaqları qeyd edək. Əbob bilirik ki, ortaqların vurulması bu dedir 24. B bəndi. İkinci sualımız. Misalımız bu şəkildə deyir, ifadəsinin qiymətini hesablayın. 27 üstə 16, 25, 8 çıx 1. O da bərabərdir 59-a. Variantımız da B variantı. Yenə də qiymətləri uşaqlar özünüz də diqqət edirsiniz. Bəzən gecə vaxtları çəkdiyim üçün səhvlər edə bilirəm. İki paralel düz xəttin üçüncü düz xəttə kəsişməsindən alınan uyğun bucaqlardan biri 70 dərəcə olarsa, digərini tapın. Biz bilirik ki, uyğun bucaqların xassəsi nədir? Bir-birinə bərabərdir. Biri 70-dirsə, deməli digəri də 70-dir. Ona görə variant D variantı. Dördüncü sual. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 8300 alınan ən böyük ədədin rəqəmləri cəmini tapın. Ən böyük ədəd 8349-dur. 8-in üstünə 3, üstə 4, üstə 9 gəldiyimiz zaman edəcək 24. Variant da B variantı. 5-ci sual. Misalı köçürdək. Misalda özünüz görürsünüz. Mən vaxt getməsin deyə bu şəkildə köçürtdüm. Qarışıq ədəd olduğu üçün düzgün olmayan kəsirə çeviririk. 3-ü 2-yə vurduğumuz zaman 6, 6-ın üstünə 2 gəndə 8. 3-də 8, üstə gəlsin 6-da 1, vurulsun 5-də 3 çıx 10-da 1 bərabərdir. Mötərizənin içərisini həll edirik. 6-nı 3-ə böləndə 2, 16, üstə gələk 1, vur. Mötərizənin içərisini həll edəndə bu şəkildə alınır. 6 ilə 3 hər tərəf ixtisar gedir. Alınır 10-da 17, çıxılsın 10-da 1 bərabərdir. Bu da 10-da 16. 10-da 16-nı 1 tam 10-da 6 edir. İxtisar etdiyimiz zaman hər tərəfi 2-yə, 5-də 3 edir. 1 tam 5-də 3. Ola bilər cavab belə də alınsın. Ola bilər cavab belə də verilsin. Ola bilər cavab belə də verilsin. Yəni hamısını yazmalıyıq ki, bizə aydın olsun. Şəkilə əsasən BA çoxluğunu göstərin deyir. Bunu şifahi yazaq. BA fərqinin çoxluğunu göstərin dediyi zaman biz demişik birinci gələndə ortaqlar yəni qeyd olunurdu. Birinci hansı gəlirdisə ondakı elementlər götürülürdü. Yəni 2, 7, 6, 8 variant B variantı. 7-ci suala keçək. 480 ədədinin 2, 5, 9 nisbətində 3 hissəyə bölünməsindən alınan kiçik hissə deyir neçədir? Yəni 2x üstə gələk 5x 9x bərabərdir 480. Bedir 16x bərabərdir 480. Aldıq ki 30'dur. Ən kiçiyini soruşduğu üçün 2x bərabər 2 vurulsun 30-dan 60'a. Yəni B bəndi. Ola bilər uşaqlar səliqəsiz görünür. Sadəcə 15 dənəni 5 dənəni çatdırmaq üçün bu şəkildə yazmağa məcburam. Üçbucağın uzunluğu 18'dir. Tərəfinə çəkilmiş hündürlük 5'dir. Deyir ki, bu üçbucağın uzunluğu 6 cm olan hündürlüyünün çəkildiyi tərəfinin uzunluğunu tapın. Yəni, digər haşı verir sənə 6, A-nı soruşur səndən. Biz bilirik ki, S bərabərdir A vurulsun H bölünsün 2'dir. Buradan S'i tapdığımız zaman 18 vur 5 böl 2'dən edir 45. Mən burada artıq S'i bilirəm ki, 45'dir. Yəni, S bərabərdir A vurulsun H bölünsün 2 düsturundan A-nı tapmalıyam. A bərabərdir 2S bölünsün H-a. 2 vurulsun 45 bölünsün 6. Bu da bərabərdir 15'e. Variantımız da C variantı.
9-cu sual. Sinifdəki şagirdlərin 60% qızlardır. Əgər sinifdə 12 oğlan şagird olarsa, sinifdə cəmi neçə dənə şagird var? 60%imiz qızdırsa, deməli 40% oğlandır. 100-dən 60-ı çıxırıq 40. 12 dənə oğlan olduğu üçün həmin nisbəti tapmaqdan da ötürü faizimiz bu şəkildə alınır. Deməli, sinifdə 30 dənə şagird var. C bəndi. 10-cu sual. X bərabərdir 4, Y bərabərdir 5 olarsa, X vurulsun Y üstə gələk 3 ifadəsinin qiymətini hesablayın. Yerinə qoyub yazmaqdır, çox asandır. 4-ünü vururuq 8-ə, edir 32. Variantımız da C variantı. 11-ci sualı çalışacağım üzərində göstərim. ABC 3 bucağında deyir AB 15 cm-dir. Yəni, bax, bu hissəm 15 cm-dir. BC də 17 cm-dir. Burada 17-dir. AM ilə CN medianlardır. AM ilə CN mediandırsa, deməli, bu hissə ümumi 15-dirsə, yarısı 7,5, 7,5 düşür. Yəni, bu 2-yə böldüyümüz zaman, çünki median tərəfi yarıya bölür. Tərəfim 15-dir. 15-i 2-yə böləndə olur 7,5, bu da olur 7,5. Yenə eyni qayda ilə 17-ni də böldüyümüz zaman edir 8,5, 8,5. CM üstə gələk MB-ni soruşduğu üçün CM deməli buradan 8,5-dir. NB də 7,5-dir. Cəmin də soruşduğu üçün 8,5 isə 7,5 gələndə edir 16. B bəndi. 12-ci misal köçürdüm. İfadəsinin qiymətini deyə hesablayın. Modulda -12-dən müsbət 12 çıxır. 12-dən 18-i çıxdığımız zaman edir -6. Vurulsun -2, üstə gələk 5. Bərabərdir. -6-nı -2-yə vuranda müsbət 12-nin də üstünə 5 gəldiyimiz zaman edir 17. Cavab da A variantı. 13. 10 parta olan sinifdə hər partada x-1 şagird oturduqda x+2 şagirdə yer çatmır. Sinifdəki şagirdlərin sayı aşağıdakılardan hansıdır? Yəni biz 10 dənə parta var, x-1 şagird oturanda. Yəni 10 vurulsun x-1 üstə gələk x+2. Yəni bu ifadəni həll etməliyik. 10x çıxılsın 10, üstə gəlsin x+2. 10x-in üstünə x gələndə 11x. Ondan -10-un üstünə 2 gəldiyimiz zaman edir -8. 11x çıx 8. B bəndi. 14. 14 görünür. Bərabər yanlı üç bucağın oturacağına bitişik bucağı təpə bucağından 4 dəfə böyük olarsa, onun təpə bucağını tapın. Deyir ki, bitişik bucağı, yəni 2 dənəsi bitişik bucaqlar deyir ki, təpə bucağından 4 dəfə böyükdür. Deməli, bilirik ki, bitişik bucaqlar bir-birinə bərabər olaraq x üstə gələk 4x, üstə 4x bərabərdir 180-ə. Bu tənliyimizi həll edirik. İnşallah ki, fokusda bir problem yaranmır. Mən tez-tez baxa bilmirəm. Variant C variantı. Nömrə 15. Burada qeyd edim. Düzbucaqlı koordinat sistemində AB parçasının absis oxuna nəzərən simmetrik olan parçanın uc nöqtələrinin koordinatları hansıdır? Baxaq görək, A-nın koordinatları -5, 2-dir. Yazıram buradan A, -5, 2. B-nin koordinatları isə -3, 7-dir. B, -3, 7. Absis oxuna nəzərən simmetriya dediyinə görə birinci olduğu kimi qalacaq, ikinci dəyişəcək. Yəni, mənim ifadəm olacaq, deyək ki, A1-imiz -5, -2. B1-imiz isə olacaq -3, -7. İndi, baxaq görək, hansındadır? B bəndində. Deməli, 15-ci sualımızın cavabı B bəndi. Buradan elə qeyd edək, 15B. 16-cı sual tənliyi köçürək. 16-da deyək ki, tənasübüdə bilirik ki, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Yazıram 1,5 vurulsun 3-də 2 bərabərdir 9-da 4 x-a. Bu tərəfimizi həll elədiyimiz zaman deməli 1 bərabərdir 9-da 4 x olur. X da bərabərdir 1 vurulsun 4-də 9-a tərsinə çevrilir. O dedir 2,25 A bəndi.
17. Radiusu 8 cm olan, r bərabərdir 8 cm olan dairənin sahəsini tapın. Dairənin r-lə olan düsturu s bərabərdir pi r-in kvadratı. Pi vurulsun 8-in kvadratı da 64 pi. Variant C variantı. 18-ci sual. -3 ədədinin əksi. -3-ün əksi müsbət 3-dür. A və -3 ədədinin əksi A-dır. Yəni A 3-ə bərabərdir. 4 ədədinin əksi isə B-dir. 4 də bərabərdir -4-ə. A plus B-ni tapın. A üstəgələk B. Yəni A üstəgəlsin -4-ə. 3 üstəgəlsin -4-ə. 3-dən də 4-ü çıxdığımız zaman edir -1. Cavab B bəndi. 19-cu. Verilənlərimizi yazaq. Deyək ki, ölçüləri düz üçbucaqlı prizmanın tam səthinin sahəsi, yəni S tam bərabərdir 510 cm kvadrat olarsa, yan telinin uzunluğunu tapın. Yan telinin uzunluğunu tapmaq demək nə deməkdir? Biz bilirik ki, S tam bərabərdir 2S oturacaq üstə gəlinsin S yana. Burada S oturacaq, öz növbəsində A vurulsun H bölü 2-dir. S yanı isə verilmiş tərəflərin sahələrinin cəminə bərabərdir. Buradan biz S-i də ümumi olaraq A vurulsun B şəklində yazırıq. Bizdə həmən bu B yoxdur. İndi fikir verək. Qiymətlərimizi yazaq. A1 bərabərdir 20-yə, H bərabərdir 7,5-ə. A2 bərabərdir 12,5. A3 bərabərdir 12,5-ə. Məndən B-ni soruşur. Gəlin indi yazaq. Biz bilirik, birinci S oturacağı tapa bilərik. S oturacaq bərabərdir 20 vurulsun 7,5 bölünsün 2-yə. Bu edəcək 75. S oturacağımız 75-dir. S yanın isə necə tapmaq olar? Biz bilirik ki, nə verir mənə burada? S tamın qiymətini verir. 510 bərabərdir. 2S oturacaq nə deməkdir? 2 vurulsun 75, üstə gəlinsin S yanı. 510 bərabərdir 150, üstə gəlinsin S yan. Buradan S yanı tapdığımız zaman nə etdi? 360. S yanı tapdıq 360. İndi biz həmən bu S yandakı bu B-ni tapmalıyıq. 360 bərabərdir. Birinci gəlin S1-i tapaq. S1 A1 vurulsun B-dir. Hamısında onsuz da mən B-ni ortaq vurğa çıxardığım zaman həmin bu A1, A2, A1, A2, A3-ü toplamış oluram. Yəni 20 üstə gələk 12,5, üstə gələk 12,5 bərabərdir 45-ə. Yəni bizim sahə düsturumuzdan S-yan bərabərdir A vurulsun B-dir. S-yanı mənə vermişdi 360, A-nı tapmışam 45, vurulsun B-yə. Buradan da B-ni tapdığımız zaman 360-ı 45-ə böləndə alırıq 8. Deməli, tərəfimiz 8 cm demiş. Variant da B variantı. Qutuda üzərində 10, 15, 20, 25, 30, 35 rəqəmləri yazılmış toplar var. Qutuya baxmadan çıxarılan bir topun üzərində 15 rəqəminin yazılı olması ehtimalını tapın. Baxaq. Neçədən ədəd var? 1, 2, 3, 4, 5, 6. Ümumisi 6-dır. 15 rəqəminin yazılı olması ehtimalı 15-dən neçədən edir? 1 dənədir. Ona görə elə 6-da bir şəklində qeyd ediləcək. 21. 2 ədədin ədədi ortası 27-dir. Bu ədədlərdən kiçiyi 23 olarsa böyüyünü tapın. Əgər kiçiyi 23-dür, 23 üstə gələ x bölünsün 2 bərabərdir 27-yə. Çünki bu 2 dənə ədədi toplayıb 2-yə böləndə bizim bu həmin ədədi ortamız alınır. Bu tənliyi həll edək. Bərabərdir 54-ə, x də bərabərdir 31-ə. Deməli, bizim ədədimiz 31 imiş. 22-də o mərkəzli çevrədə şəkil əsasında sual işarələrinin yerinə uyğun gələn bucaqların cəmini tapın. Deməli, 22-də. Buradan yazaq, buradan yazaq. Biz bilirik ki, bütöv tam çevrəmiz 360 dərəcədir. Bizə verilənlər 120 üstə gələk 95-dir. Bunu hesabladığımız zaman 215 edir.
Həmin bu 360-dan 215-i çıxdığımız zaman edir 145. Deməli bu 2 dənənin cəmi 145 imiş. 23-cü sual. 2 qutudan birinin digərindən 8 ədəd çox qələm var. Hər iki qutuda birlikdə 40 qələm var. Çox qələm olan qutuda neçə qələm var? Deməli deyir ki, biri digərindən 8 ədəd çoxdur. 24-ü, 23-ü buradan qeyd edək. Biri digərindən 8 ədəd çoxdursa, deməli biri x-dır, digəri x plus 8-dir. Bu da deyir ki, 40-a bərabərdir. Tənliyimizi bu şəkildə həll edirik. X bərabərdir 16-ya. 16-nı tapdıq. Burada çox qələm olan qutuda neçə dənə qələm var? Çox qələm olan qutu, bax, x plus 8-dir. X plus 8-də 16-nın üstünə 8 gəldiyimiz zaman edir cavab 24. 24-dən davam edək. Oturacaqları düzbucaqlı, üçbucaq olan üçbucaqlı prizmada AC 6 cm, BC 9 cm və həcmi 324 olarsa, hündürlüyü neçə cm? Biz bilirik ki, V bərabərdir S oturacaq vurulsun böyük hündürlüyə. Bu da bərabərdir. Deməli, A vurulsun H böl 2 vurulsun hündürlüyə. Bizə deməli, biz burada nəyə tapmalıyıq? Böyük hündürlüyü tapmalıyıq. Hündürlüyü neçə santimetrdir? Onu qeyd etmək istəyir bizə. V-ni verir 324. Bərabərdir. A-nı verir 6. H-ı verir 9. Bölünsün 2-yə vurulsun ümumi H-a. Buradan 324 bərabərdir. Bu hissədir 27H. H da bərabərdir 12-yə. Deməli, hündürlüyümüz 12 santimetreymiş. Və sonuncu 25-ci sual. Perimetri 72 cm olan rombun sahəsi 64 cm kvadratı olarsa, hündürlüyünü tapın. Biz bilirik ki, P bərabərdir 4A-dır. Rombun perimetri düsturu. Perimetrin verib 72 bərabərdir 4A-ya. Buradan da A bərabərdir 18-ə. Sahə düsturumuzda S bərabərdir A vurulsun H olduğu üçün H bərabərdir S bölünsün A-ya. 64-ü də 18-ə böldüyüm zaman edəcək 32 bölünsün 9. Hər tərəf 2-yə gedəcək. Cavabımız istəsə bu şəkildə qeyd olunar. İstəsə düzgün olmayan kəsrə qarşıq ədədi də çevirə bilərsiniz. İndi keçək nömrə sınaq, yəni 12-yə. Sınaq 12. Birinci sual. Bağbanın 60 alma və 84 armud tinqi var. O bu tinqləri hər sırada eyni sayda ağac olmaqla və sıralarda yalnız eyni növ ağaclar olmaqla əkmək istəyir. Bu sırada ən çox neçə ağac əkə bilər? Ən çoxdan söhbət getdiyi üçün deməli əbob tapılır. 60 ilə 84-ün əbob. Sadə vuruqları ayıraq. Ortaqlarını qeyd edək. Geniş yazmağa ehtiyac yoxdur. Və vuraq içsin 12. İkinci sual. 11-ci sinifdə oxuyan 95 nəfər şagirdin bir hissəsi kompüter və Robotexnika Dərnəyinə gedir. Diaqramda Robotexnika Dərnəyində iştirak edən şagirdlər çoxluğu R ilə, Kompüter Dərnəyində iştirak edən şagirdlər çoxluğu isə T ilə işarə olunmuşdur. Diaqrama əsasən boş xanaya heç bir dərnəyə getməyən şagird sayına uyğun gələn ədədi tapın. Biz baxırıq ki, burada ümumi dərnəklərə gedənlərin sayı nə qədərdir? 24 üstəgələk 15 üstəgələk 32. Bu edir 71. Heç birinə getməyəni tapmaqdan da ötürü ümumi nəfərimdə 95-dir. 95-dən 71-i çıxaram, qalar 24. Variantda olar C variantı. Aşağıdakılardan hansı bərabər yanlı üçbucağın oturacağına bitişik bucaq ola bilməz? Əlbəttə ki, bərabər yanlı üçbucağın oturacağına bitişik olmayan bucaq düz bucaqdır, yəni 90 dərəcə. Dördüncü misalımız 1 üstə x üstə 6x minus 2. Deyir ifadəsini sadələşdirin. Gəlin birinci mötərizələrimizi açaq. 3 çıxılsın 3x üstə gəlinsin 6x çıxılsın 12. Mənfi 3-dən mənfi 12-ni çıxdığımız zaman mənfi 15. Mənfi 3-ün üstünə 6x gəldiyimiz zaman müsbət 3x. Görə cavab harada var? Müsbət 3x mənfi 15C variantında. Hər zaman demişik ki, buna diqqət edirik. Tənasübün kənar hədlərindən biri 12 və
digəri 9-dur. Orta hədlərindən biri 3 olarsa, digərini tapın. Deməli, tənasibi bu şəkildə yazırıq. İndi özümdə göstərəcəm yenə. Bax, kənar hədlər 12 ilə 9, orta hədlər deyir biri 3-dürsə, digərini tapın. 3x bərabərdir 12 vurulsun 9. 3x bərabərdir 108, x bərabərdir 36-ya. Variant da C variantı. 6-cı sual görünür burada, bəli. Planda otağın ölçüləri 1/50 miqyası ilə 8 sm və 10 sm kimi verilmişdir. Bu otağın həqiqi sahəsi neçə kvadrat metrdir? Deməli, biz 50-ni vururuq 8 sm-ə. Bu edir 400 sm. Sonra 50-ni digər tərəfimizə vurduğumuz zaman edir 500 sm. Sahəni soruşduğu üçün, ümumiyyətlə sahədən söhbət getdiyi üçün biz həmin 400-ü 500-ə vurduğumuz zaman edəcək, deməli, 21, 2, 3, 4 santimetr. Santimetrdən metrə keçdiyimiz zaman bizə çünki metr kvadratı ilə soruşacaq. Santimetrdən metrə keçəndə 1 bölünsün 100 kimi qeyd olunur. Yəni biz bilirik ki 1 metrimiz 100 santimetrdir. 1 metr kvadratım da 10.000. 10.000 santimetrin kvadratıdır. O zaman 1 santimetrimin kvadratı da 1 bölünsün 10.000 metr kvadratıdır. Mən bu 20 deməli 200.000-i santimetri çevirdiyim zaman necə olacaq? Həmən bu 1000-ə bölməliyəm. Kvadratıdır da bu əlbəttə ki. Bu da edəcək 20 metrin kvadratı. Variantımız da B variantı olacaq. Düz mütənasibliyin qrafiki 3-5 nöqtəsindən keçir. AX15 nöqtəsi bu qrafik üzərində yerləşərsə x-i tapın. Deməli, birinci x bərabərdir 3-dür, y bərabərdir 5-dir. Biz bilirik ki, düz mütənasibliyin düsturu y bərabərdir kx-a. Buradan biz k-nı tapdığımız zaman y bölünsün 3 şəklində, daha doğrusu x şəklində yaza bilər. Bu da eləyəcək 5 bölünsün 3-ə. Yəni, bizim ifadəmiz y bərabərdir 5 bölünsün 3x-dir. Çünki k-mızın qiyməti 5 bölünsün 3-dür. Düstur şəklində qeyd etsəm 5 bölünsün 3 şəklində yazarım. Sonra deyir ki, a x-dir, yəni x x-dir, y-imiz 15-dir. X-i tapdığımız zaman düsturumuza əsasən x bərabərdir, həmin bu 15, yəni y vurulsun k-ya. Y-imiz nə qədərdir? Daha doğrusu bölünsün k-ya. Buradan x-i tapanda y bölünsün k yazılır. Y-imiz bizim 15-dir. 15-i bölürük 3-də 5-ə. Vurmada tərsinə çevrildiyi üçün 5-də 3 edəcək. Cavabımız da edəcək 9. Bir fermada keçən il 500 litr süd istehsal olunmuşdu. Bu il isə 560 litr süd oldu. İstehsal neçə faiz artmışdır? Həmən 650-dən mən 500-ü çıxıram ki, görək nə qədər artıb. Bu 150 litr artıb. Həmən faizi soruşduğu üçün deyək ki, köhnə qiymətin əvvəlki qiymətə bölünüb 100-ə vurulması. Hissə bölünsün. Bütöv vurulsun 100%. Bu da B variantı edəcək. 9-cu misal olduqda A, B və C ədədlərinin ən böyük tam qiymətlərinin cəmini tapın. Mənfi 37 kiçikdir A, A kiçikdir mənfi 25-dən. Ən böyük qiymətlərini soruşduğu üçün deməli A mənfi 26 olacaq. Mənfi 26 kiçikdir mənfi 25-dən. Mənfi 25 kiçikdir hər hansıdan, o da kiçikdir 0-dan. Mənfi 1 olacaq. Ən böyükdən söhbət gedir. Burada isə 6 olacaq. Ən böyük tam qiymətli cəmini soruşduğu üçün 26 mənfi 26 üstə gəlsin. Mənfi 1 üstə gələk 6. Mötərizədən azad elədiyimiz çıxılsın 1. Üstə gəl 6. Bu dedir mənfi 21. Variantımız da C variantı. 10-cu misalı köçürək. Misalımızı bu şəkildə verib. Bərabərdir. Deməli, mənfi 45
bölünsün müsbət 9, çıxılsın 2, vurulsun -8, çıxılsın 10. -45-i 9-a böldüyümüz zaman edəcək -5. 2-ni -8-ə vurduğumuz, -2-ni -8-ə vurun dili müsbət 16 edəcək. Çıxılsın 10. Hesabladığımız zaman edəcək 1. A variantı. 11. M2 -1 nöqtəsinin absis oxuna görə simmetrik olan nöqtə hansıdır? Absis oxuna nəzərən deyirsə, demişik ki, x sabit qalacaq, y dəyişəcək. Olacaq 2, 1. Yəni, variant B variantı. Yazmağa ehtiyac yoxdur. Misalımıza köçürək 12. 2 üstüdür 4 edir 16 üstə gələk 9 vurulsun. 100 çıxılsın 81 bərabərdir. 16 üstə 9 gəldiyimiz zaman 25-i də 19-a vuranda edəcək 475. Variant A variantı. A ədədi ilə 25 ədədinin əbubu, yəni əbub 5-ə bərabərdir, əkob 150-yə bərabərdir. Deyək ki, A ədədi aşağıdakılardan hansıdır? Biz bunu necə tapmalıyıq? Bizim bir düsturumuz var. Yəqin ki, bunu hər birimiz bilirik. Gətirib yerinə yazırıq. A-nın qiymətini bilmirəm, onsuz da A-nı axtarıram. B-nin qiyməti amma 25-dir. Yazaram 25A bərabərdir. Əbob AB. Əbob AB-də verir 5. Əkob AB-də verir 150. Bu tənliyi həll edərəm. 25A bərabərdir 750-yə. A da bərabərdir 30-a. Deməli, daha doğrusu bu B-ni soruşur məndən. Yox, A-nı soruşur, düz yazıram. A edir 30. C variantı. 14. Şəkildə AB 7 cm, AC 10 cm, BD 6 cm və AD mediandırsa, deməli AD mediandırsa, burada 6-dır. Bura ümumilikdə neçədir? 12-dir. Üçbucağın perimetrini soruşduğu üçün 7 üstə gələk 10, üstə gələk 12 bərabərdir 29-a. Variant D variantı. 15. Zərib bir dəfə atdıqda düşən xalın 8-dən kiçik olması ehtimalını tapın. Düşən xalın 8-dən kiçik olması ehtimalı, yəni bir dəfə ola bilər də. Bir dəfə məsələn 8-dən kiçik 5 düşər, nə bilim bir dəfə 2 düşər, bir dəfə 3 düşər. Bu şəkildə qeyd olunar. O da əsasən nəyə görədir? Çünki 6-da 6 edəcəkdir. 6-da 6-da 1 edəcək. Çünki 8-dən kiçik 1, 2, 3, 4, 5, 6-dır zərimizdə. Ona görə mümkün halların, əlverişli halların mümkün hallara nisbətidir. 6-nı da 6-ya böldüyümüz zaman 1 edəcək. A bənd. 16-cı sual. A-nın mütləq qiyməti 1003-dür. Deməli, özü nə imiş? -1000. -1003. B-nin mütləq qiyməti isə 1027-dir. Bu da -1027. A plus B-ni soruşduğu üçün üstə gəlsin -1027 hesabladığımız zaman -2030 edir. 17-ci sual. Üçbucağın uzunluğu 24 cm olan tərəfinə çəkilmiş hündürlüyü x, uzunluğu 18 cm olan tərəfinə çəkilmiş hündürlüyü isə x plus 2-dir. O zaman x-i tapın. Üçbucağın uzunluğu 24 cm olan tərəfinə çəkilmiş hündürlüyü x-dir. Deməli, 24 A1 bərabərdir 24-ə, H bərabərdir x-a, A2 bərabərdir 18, H2 bərabərdir deyə x plus 2-yə. Burada D tərəfə çəkilmiş hündürlük. Çünki biz deyirik ki, A vurulsun H kimi qeyd edirik axı onu. Ona görə yazırıq 24 vurulsun x, yəni 24x bərabərdir 18 vurulsun x plus 2-yə. Bu tənliyimizi həll etdiyimiz zaman 18x plus 36 tapırıq ki, x bərabərdir 6-ya. X-i soruşduğu üçün, məsələn, x plus 2-ni soruşsaydı 8 olardı. X-i soruşduğu üçün elə 6 olur. 18. Şəkildə ölçüləri verilmiş düz üçbucaqlı prizmanın həcmini tapın.
Deməli, burada tərəfin verir 5. Balaca haşı verir 3. Tərəfinə çəkilmiş hündürlük balaca haşdır. Böyük haşımız isə 4'dür. V bərabərdir. S oturacaq vurulsun haşdan. Yəni, bərabərdir. A vurulsun haş bölü 2 vurulsun haşa. Qiymətlərin yerinə yazaq. 5 vurulsun 3 bölü 2 vurulsun 4'ə. Bu da edəcək. Deməli, 2 ilə 2, 30. 30 santimetrin kubu. Cavab B bəndi. 19. Basketbolçu deyir 4 oyun keçirdi. O hər oyunda ya 10 xal ya da 20 xal topladı. Basketbolçunun bu 4 oyunda topladığı xalların ədədi ortası 12,5-dirsə, o neçə oyunda 20 xal toplamışdır. Biz baxırıq ki, 4 oyunda topladığı xalların ədədi ortası deyirsə, 12,5 vurulsun 4 bərabərdir 50'dir. Ümumi tənliyimizi yazdığımız zaman 20x üstə gələk 10 vurulsun 4 minus x-ə. O da bərabərdir 50'yə. 20x üstə gəlinsin 40 çıxılsın 10x. Tənliyimizi həll eləyəndə bu edir 10x üstə 40 bərabərdir 50. Bu şəkildə almış oluruq A bəndi. 20-ci sual. Sahəsi 196 pi-dir. Dairənin diametrini tapın. Biz bilirik ki, sahənin dairənin diametri olan düstur S bərabərdir. Pi D-nin kvadratı bölünsün 4'dür. Diametrini soruşduğu üçün deməli yazırıq S-in yerinə 196 pi bərabərdir. Pi D-nin kvadratı bölünsün 4'ə. Bedir 784 pi bərabərdir pi D kvadratına. Pi'lər də buradan ixtisar gedir. D də bərabərdir 28'ə. Variant da D bəndi. Usta 45 detal hazırlamışdır. Diaqrama əsasən şagirdin neçə detal hazırladığını tapın. Deməli, ustamız 45 detal hazırlayıb. 45'in bölürük 7'də 5'ə. Deməli, 45 vurulsun 5'də 7, bu edəcək 63. Şagirdin tapmaq üçün də ədədin hissəsini tapırıq. Yəni 7'də 2'yə vurmaq lazımdır. Bu da edir 18, 22. İki paralel düz xəttin 3-cü düz xətlə kəsişməsindən alınan daxili bir tərəfli bucaqlardan biri 55 dərəcə olarsa, digəri neçə dərəcədir? Daxili bir tərəfli bucaqların cəmi bilirik ki, 180 dərəcədir. Digəri də 55 olduğu üçün 180 çıxılsın 55 bərabərdir 125 dərəcə. Deməli, digəri 125 dərəcəymiş. 23'də 6x minus 2 çıx 3x bərabər 9. Almış oluruq. 24. Ölçüləri 1 sm olan bərabər hissələrə bölünmüş xanaların üzərində çəkilmiş paralelogramın sahəsi neçə santimetr? Paralelogramın sahəsi S bərabərdir A vurulsun H-a. Tərəfimiz deməli, burada qeyd 1, 2, 3, 4, 5, 6. 6 vurulsun. Hündürlüyümüz isə 1, 2, 3'dür. 6'ını 3'ə vurduğumuz zaman edər 18. Və sonuncu 25. 25-ci sualımız biraz uzundur. Buradan yazaq. Təzə sətirdən. Tam səthinin sahəsi S-dan bərabərdir 180 pi. Silindrin oturacağının radiusu R bərabərdir 6'dır. Bizə hündürlüyü soruşur. H bərabərdir sualı. Bilirik ki, silindrin tam səthinin sahəsi 2S oturacaq, üstə gəlsin S yandır. S oturacaq öz növbəsində pi R'in kvadratıdır. S yan isə öz növbəsində 2 pi R H'dır. Gətirin birinci qiymətlərin yerinə yazaq görək, burada nə göstərir? Bizə S oturacağı pi R kvadratını tapa bilərəm. S oturacaq bərabərdir pi vurulsun R'in kvadratı, yəni pi vurulsun 36. Bunu yazarıq ki, 36 pi. Bu şəkildə qeyd elədik. Bizdə S tamı verir bizə onsuz da. S oturacağımız 2 dənə S oturacaq olduğu üçün
2 vurulsun 36 pi bərabərdir 72 pi'yə. Bunu tapdıq. S tam bərabərdir. Bu düsturumuzu yerinə yazaq. 2S oturacaq, üstə gəlsin S yanı. S tamımızı nə qədər verir bizə? 180 pi verir. Bərabərdir. 2S oturacağı nə qədər aldım? 72 pi aldım. Üstə gəlsin S yan. S yanın qiymətini də buradan yerinə yazaq. Necə yazaq? 180 pi bərabərdir 72 pi üstə gəlinsin. Buradan qeyd edeyim S yanı. Qırmızı qələmimi tapsam. S yan bərabərdir 2 pi RH-dan 2 vurulsun pi'yə, vurulsun 6'ya, vurulsun h-a. Bu edir 12 pi h. Gətirək bunu burada yazaq. 12 pi h-a. 12 pi h-a tapmaq üçün mən 180 pi'dən 72 pi'ni çıxmalıyam. Bu edəcək 108 pi. Buradan da h-ı tapdığım zaman 108'i 12 pi'yə böldükdə edəcək 9. Elə bizdən hündürlüyü soruşduğu üçün 9 qeyd olunacaq. Keçdik sınaq 13'ə. Dərsi uzunluğu 90 cm və 126 cm olan iki müxtəlif parçanı itkisiz olaraq bərabər uzunluqda ən böyük hissələrə bölməlidir. Hər hissənin uzunluğu neçə santimetrdir? Ən böyük söhbətə getdiyi üçün əbobunu tapırıq. Ortaqları qeyd edək və bir-birinə vuraq. Etsin 18A variantı. İkinci sualımızı yazaq. Üstə 2 üstü 3, 2 üstü 1, üstə 5 üstü 1. 2'nin kvadratı 4, üstə 8, üstə 16. 28 bölünsün 7 da bərabərdir 4'ə. Elə bu da A variantı. Üçüncü sual görünür, bəli. Ölçüləri 1 cm olan, burada bunu sileyim çünki burada çəkmişəm. Bilin ki, şəkil hansıdır. Bir santimetrə bərabər hissələrə bölünmüş xanaların üzərində çəkilmiş üçbucağın sahəsini tapın. Biz büyük üçbucağın sayısı S bərabərdir. A vurulsun H bölünsün 2'dir. A'mız tərəfimiz 2'dir. Daha doğrusu hündürlüyümüz 2, tərəfimiz 4'dür. Bölünsün 2'ye, bu dedir 4. B bəndi. Dördüncü sual. Kəsirləri verir. Deyir, A'nın yerinə aşağıdakilərdən hansı yazıla bilər? Birinci, bu müxtəlif kəsirli məxrəcli kəsir olduğu üçün eyni məxrəcə gətirməliyik. 21'də 21 olduğu kimi qalır. 21'i 3'ə böləndə 7, 7'ni də 1'ə vuranda 7. 1 ilə 7'nin arasında, yəni 2, 3, 4, 5, 6 ola bilər. İndi hansını yaza bilərik? Yəni 21'də 2'ni, 21'də 3, 21'də 4, 21'də 5 və 21'də 6. Baxırıq ki, bunlardan hansı var? Bir dənə 21'də 5 var. Ona görə də B bəndi qeyd edilir. 5-ci sual. Yeşikdə alma və armudların kütlələri 4 bölünsün 9 nisbətindədir. Əgər armudlardan 15 kiloqram satılarsa, və biz demişik ki, birinci cümlədə gələn hansı gəlirsə, o birinciyə aiddir də, nisbət şəklində, yəni birinci yazılır. Deməli, alma 4'dür, armud 9'dur. Yəni, alma 4x-dir. Bu şəkildə qeyd edeyim, geniş yazım. Armud 5x-dir, 9x-dir. Əgər armudlardan deyir 15 kiloqram satılsa, satmaq yəni çıxmaq deməkdir də. Nisbətimiz 2 bölünsün 3 olacaq. Yəni 2 bölünsün 3 nisbətində olacaq. Əvvəl yeşikdə neçə kiloqram alma var idi? Tənlik qrup yazırıq. 4x bölünsün 9x minus 15 bərabərdir 2 bölünsün 3'ə. Olsa bu nisbət şəklində də yazılanda eyni şey alınacaq. Ona görə birbaşa yazdım. 12x bərabərdir 18x çıxılsın 30'a. Tənliyimizi həll etdiyimiz zaman x'i də alırıq ki 5'dir.
Bizdən nəyi soruşurdu? Almanı. Neçə kiloqram alma var idi? Alma 4x olduğu üçün deməli əvvəl 20 kiloqram alma var imiş. Sonra 6-cı misal. Deyir bir məhsulun qiyməti əvvəl 200 manat idi. Əvvəl 10% endirim edildi. 10% endirim edilmək bilirik ki, 100-dən 10-u çıxırıq. Verir 90. 90 da 0,9 deməkdir. 200-ü vururuq 0,9-a. Etdi 180. Deməli 200 manatdan 10% endirim olanda oldu 180 manat. Sonra yeni qiymətə 20% bahalaşma tətbiq olundu. 20% bahalaşmada 100 üstə gəlsin 20, 120-dən 1,2 deməkdir. Yeni qiymətdən söhbət gedir. Yəni 180 vurulsun 1,2-yə. Bu da etdi 216. Son qiymət ilkin qiymətdən neçə faiz fərqlənir? Son qiymətimiz ilkin qiymətdən 216-dan da 200-ü çıxarıq. Alarıq ki 16. Son qiymətimiz 16-dır. İlkin qiymətimiz də 200 idi. 100-ə vurarıq, edər 8%. Bu edər A bəndi. Misala 7-ni bu şəkildə köçürdüm. Sadələşdirməyimizi istəyir. Birinci mötərizədən azad edək. Bu burada deyil. Bu buradadır. Bərabərdir. X-in üstünə x gəldiyimiz zaman edəcək 2x. Mənfi y-dən mənfi y çıxdığımız zaman edəcək 2y. Mənfi 13-ün üstünə 19 gəldiyimiz zaman edəcək 6. Baxaq görək hansı bənddə var? A bəndində. 8-i köçürdək. Mənfi 6 moduldan 6 çıxır. 6 vurulsun mənfi 3, üstə gəlinsin 20, bölünsün mənfi 2-yə. 6-nı mənfi 3-ə vurduğum zaman mənfi 18, üstə gələk. 20-ni mənfi 2-yə böldüyüm zaman mənfi 10. Mənfi 18 çıxılsın 10, mənfi 28. A bəndi. Mənfi 4, 3 nöqtəsi 3 vahid sağa, 2 vahid aşağı sürüşdürülərsə, hansı nöqtəyə keçər? Sağa sürüşdürmək biz bilirik ki, toplamaq deməkdir. Aşağı sürüşdürmək isə çıxmaq deməkdir. 3 vahid sağa deyirsə x-a götürürük. Mənfi 4, 3. Yəni mənfi 4 üstə gələk 3 bu edir mənfi 1. 2 vahid aşağı isə 3 çıxılsın 2 bərabərdir 1-ə. İfadəmiz, yəni koordinatlarımız oldu mənfi 1, 1. Variant A variantı. 10-cu sual. Eni 8 metr. Deyək ki 8-dir. Uzunluğu 15 metr olan düzbucaqlı formalı döşəməyə tərəfi 20 cm və bu tərəfə çəkilmiş hündürlüyü 6 cm olan parketdən ən azı neçəsini istifadə etmək olar? A bərabərdir 20, H bərabərdir 6-ya. Biz bilirik ki, bu düzbucaqlıdır. Düzbucağın sayısı S bərabərdir A vurulsun B-dən, 8 vurulsun 15. Bu edir 120. Digər tərəfdən bu parallelogram şəklində götürdüyümüz zaman A vurulsun H-dan, 20 vurulsun 6 bərabərdir, deməli 120-yə. Həmən bu santimetr kvadratından ən azı neçəsini istifadə etmək olar deyir. Metr kvadratına keçdiyim zaman. Çünki biri metr kvadratı, biri santimetr kvadratıdır. Bu metr kvadrat edir, bu santimetr kvadrat edir. Biz bilirik ki, 1 metr kvadratımız deməli 10.000 santimetr kvadratıdır. Santimetrdən də digər keçdiyimiz zaman həmən hissəmizi yazaq bir dəqiqə. 120 metr kvadratı bərabərdir santimetrin kvadratına. Ən azı neçəsini istifadə etmək olar dediyi üçün həmən bu ifadəmizi düz yazdıq. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6 yazdıq. 120-yə bölürük. Bu da edir 10.000. Variantımız D variantı. 11. Şərtini ödə neçə natural ədəd var. Natural ədəddən söhbət gedir. Tam ədəd demir. 1, 2, 3. 0 götürə bilmərik. Çünki 0 tam ədəd. Natural ədəd deyil. Deməli 3 dənə oldu A bəndi. 12-ci sual.
İki paralel düz xəttin üçüncü düz xətlə kəsişməsindən alınan daxili çarpaz bucaqlardan biri. Daxili çarpazlı bucaqlar bilirik ki, bir-birinə bərabərdir. Deməli, biri 135 dərəcədirsə, digəri də 135 dərəcə olacaq. Ona görə C variantı. 13-cü misalı köçürdək. Misalı birinci yenə olduğu kimi qeyd eləyək. Düzgün olmayan kəsrə çevir. 4-ü 1-ə 5 vurulsun 3-də 8 çıxılsın 3-də 2 bərabərdir. 8-i 4-ə böləndə 2, 4-ü 4-ə böləndə 1. Misalımız oldu 5-də 4, üstə gələk 3-də 10, çıxılsın 3-də 2. Ortaq məxrəcimiz 15-dir. 15-i 5-ə böləndə 3, 12, üstə gələk 50, çıxılsın 10. Bərabərdir 15-də 52 şəklində almış oluruq. Cavabımız da B bəndi. 14. Buradan qeyd edək 14. Deyir, ədəd 9 üzərində A mənfi 13, 10 nöqtələr arasındakı məsafəni tapın. Arasındakı məsafəni tapanda demişik ki, modullarının, daha doğrusu fərqinin modulları. Yəni, mənfi 13 çıxılsın 10 modulda. Mənfi 13-dən 10 çıxdığımız zaman mənfi 23, moduldan da müsbət 23 çıxır. Variant D variantı. 15-ci sual. Şəkildə verilən düzbucaqlı və yarımçevrə əsasən rənglənmiş hissənin sahəsini tapın. Gəlin biz birinci burada baxaq ki, düzbucaqlının sahəsi. Düzbucaqlının sahəsi S bərabərdir A vurulsun B-dən, 10 vurulsun 6, bu edir 60. Bunu tapdıq. İndi yarım çevrəni tapmaq lazımdır. Yarım çevrəni biz də buradan baxırıq ki, bu diametrdir. Pi D kvadratı bölünsün 4. İstəyirsinizsə yarım çevrələr verildiyi zaman 2 dənə çevrədən söhbət gedir. Yarım çevrənin ikisi veriləndə, yəni pi D kvadratı bölünsün 4-ü biz vurmalıyıq 2-də 1-ə. Çünki yarımdaq ona görə. Bunu vurub yazsaz da olar. Elə birbaşa təkcə bunu yazsaz da olar. Nəyə görə? Çünki 2-də 1-ə vurduğunuz zaman aldığınız cavabları mütləq şəkildə toplamalısınız. Çünki 2 dənə daha ona görə 2 dənə hissəyə bölmüsənsə, sən sonra onları toplamalısan ki, görə bütöv çevrəmiz məsələn nə qədər olub da. Ona görə elə birbaşa pi d kvadratı bölü 4 şəklində yazmaq daha rahatdır. Bərabərdir. Qoy ondan göstərim. İndi sual yaranacaq ki, o nə deməkdir? Pi D kvadratı bölünsün 8. İndi göstərəcəm nə deməkdir. D-nin kvadratı 6-nın kvadratı eləyir 36 bölünsün 8-ə. 36-nı 8-ə böləndə 4,5 pi edir. Yəni bu hissə 4,5-dirsə, deməli bu hissə də 4,5-dir. S1 ilə deyək S2-ni tapdım 4,5 pi-yə. Rənglənmiş sahəni mən tapmaqdan ötürü, rənglənmiş hissənin sahəsini tapmaqdan ötürü həmin bu düz bucaqlıdan bu yarım çevrələrin cavabları mən çıxmalıyam. Ondan ötürü də 4,5 pi-nin üstünə 4,5 pi gəlsəm edər 9. 9 pi. İndi gəlin göstərim ki, 2-də 1-ə vurmamışdan da bunu 9 tapmaq olar. S bərabərdir pi D kvadratı bölünsün 4-dən. Pi vurulsun 36 bölünsün 4-ə. 36-nı 4-ə böləndə həqiqətən də 9 pi-ni aldıq mı? Eyni şeydir yəni. Uzun uzadı yazmaq istəmirsinizsə bu şəkildə də gedə bilərsiniz. Rənglənmiş hissəni tapmaqdan ötürü 60-dan çıxarıq 9 pi-ni. Cavabımız da olar C variantı. Bax bu şəkildə. Şək 16. Şəklə əsasən BCA-nın neçə dərəcə ölçüsünü tapın. Biz bilirik ki, BCA-da düz 3 bucağın daxili bucaqlarının cəmi 180 olduğu üçün 110-un üstünə 30 gələndə edir 140. 180-dan da 140-ı çıxdığım zaman edəcək 40. Variant A variantı. 17 görünür burada. Deməli, bu ifadə olarsa A-nın yerinə yazıla biləcək ən kiçik rəqəm aşağıdakılardan hansıdır? Ən kiçik rəqəmi bu aşağıdakılardan soruşduğu üçün deməli 4 olacaq. Yerinə qoyub özünüz baxa da bilərsiniz. 18. ABC-də AD tənböləndir. 3 bucaq A, B, C. AD də tənböləndir deyir. Deyir, aşağıdakılardan hansı doğrudur? Hamısını qeyd etdiyimiz zaman əlbəttə ki, D doğrudur. Nəyə görə? Çünki deyir B, A, D, D, A, C-yə bərabərdir. Bəli, D variantı. 19-cu sual buradan yazaq. Gözüm ağrıdı uşaqlar.
Deməli, düz üçbucaqlı prizmanın açılış şəklinə əsasən tam səthinin sahəsini tapın. Gəlin birinci verilənləri sizin üçün qeyd edeyim. Deməli, A1-i verir 30. A2-ni verir 17. A3-ü verir 17. B-ni verir 20. H-ı verir 8. Bitdi. Yerinə qoyaq, gəlin hesablayaq. Biz bilirik ki, tam səthinin sahəsi 2S oturacaq, üstə gəlsin S yandı. Gəl S oturacağı tapaq. A vurulsun, H bölünsün 2-də. A1-lə. 30 vurulsun 8 bölünsün 2-yə. Bu edəcək 120. S yanına tapırıq. S1 bərabərdir A1 vurulsun B-yə. Yəni 30 vurulsun 8. Belədir 240. Deyirəm ki, belə cavab alınmıraq. 20 uşaqlar, mən niyə? 30-u 20-yə vurduğumuz zaman edir 600. Sonra S2, A2 vurulsun B-yə. A2 17-dir, B 20-dir. Buna diqqət eləmək lazımdır. 340. Digər tərəfi də tapanda A3B-dən 17 vurulsun 20, yenə 340. Yan səthinin sahəsi biz demişik ki, bunların ümumi cəmidir. Bu eləyir 1280. Tapdıq ki, cəmi budur. Gətirək düsturumuzda yerinə yazaq. S tam bərabərdir 2 vurulsun 120, üstə gəlsin 1280. Bu da edər 1520. Cavab görək harada var? D variantında. Demək olar ki, bir saata yaxınlaşırıq. İnşallah ki, siz də yorulmarsınız baxdığınızda. Zəri bir dəfə atdıqda 4 xalının düşməsi hadisəsi üçün əlverişli halların sayını tapın. 4 xalının düşməsi bir dəfə olacaq əlbəttə ki. Ona görə A variantı. Çünki zərdə bir dənə 4 var. 3də 1-nin üzərinə 5 əlavə etdikdə özünün yarısı alınan ədəd. Ədədə bilmirik də, x-dir. Deyir 3də 1-nin üzərinə. Yəni 3də 1 x üstə gələk 5-in gəldiyimiz zaman özünün yarısını alırıq. Özün bilmirik axı nədir? X-dir. Ona görə bu şəkildə qeyd edirik. Tənlimiz olur x bölünsünü çıxılsın. Bu şəkildə -5-dir. Buradan da x-i tapdığımız zaman edir 30. Yəni bunu artıq hesablaya bilirik deyə düşünürəm. Sinifdəki 28 şagirddən 16-sı ingilis dilini, 17-si rus dilini öyrənir. Şagirdlərdən 9-u hər iki dili öyrənirsə, neçə şagird heç bir dili öyrənmir. Biz gəlin Eyler-Venn diaqramından yola çıxaq. Bura yazaq deməli rus, bura yazaq nə idi? İngilis dili. Hər ikisi də 9 dil öyrənir. Bura yazıq 9-u. 28-dən 9-u çıxdığımız zaman 28 ümumi şagird yox, 16 ingilis dilini, 17 rus dilini, 16-dan 9-u çıxırıq. Edir 7, deməli 7 ingilis dilidir. 17-dən çıxırıq 9-u, tapırıq ki, bu şəkildə 8-i də rus dilini öyrənir. Ümumi 8 üstə gələk 9, üstə gələk 7, 24 şagirddir. 28-dən də 24-ü çıxırıq, tapırıq ki, 4 dənəsi heç bir dili öyrənmir. 23. Fermadakı inəklərin sayı 105 olarsa, diaqrama əsasən qoyunların sayını tapın. İnəklər baxırıq ki, 120-dir. Deməli, bizim 120-də 105 hissəmiz. Demək olar ki, hər tərəfi bölürük. Hər tərəfi 15-ə böldüyümüz zaman edir 8-də 7. Bizdən nə soruşurdu? Qoyunların sayını soruşur. Qoyunlar 160 olduğu üçün həmin bu 160-ın 8-də 7 hissəsini tapırıq. Edir 140. 24. Həcm V bərabərdir 735 pi olan silindrin hündürlüyü H bərabərdir 15 cm olarsa oturacağının radiusu neçə santimetr? Yəni R bərabərdir suala. Biz silindrin düsturu bilirik ki, V bərabərdir S oturacaq vurulsun H-dır. Yəni pi R-in kvadratı vurulsun H-a. Buradan R-in kvadratını bizdən soruşur. Yəni R-i soruşur. V bölünsün pi H bərabərdir 735 pi bölünsün 15
pi-yə. Bu da edir 49. Deməli, r-in kvadratı 49-dursa, r neçədir? Əlbəttə ki, 7-dir. Sonuncu 25 düşür burada, bəli. Deyək ki, ədədlərin medianını tapın. Verilmiş ədədlərin medianını tapmaqdan ötürü verilmiş ədədləri artan sıra ilə yazmalıyıq. Hər birindən 2 dənədirsə ardıcıl olaraq yazmaq lazımdır. 4, 4, 6, 6, 8, 10. Hər tərəfdən eyni sayda sildiyimiz zaman ortada 2 dənəsi qalırsa onların ədəd ortasını tapırıq. 6-nın üstünə 4 gəlib 2-yə böldüyümüz zaman edəcək 5. Növbəti sınaq 14. Yarışda iştirak etmək üçün məktəbdən 54 oğlan və 36 qız şagird gəlmişdir. İştirakçılar elə komandalara bölünməlidir ki, hər komandada həm oğlanların sayı, həm də qızların sayı eyni olsun. Yaradılması mümkün olan ən çox neçə komanda olar? Əbobunu tapırıq əlbəttə ki. Bu şəkildə D variantı. X plus 5 bölünsün 12 bərabərdir 3 bölünsün 4-ə. Misalımızı həll edirik. 4x üstə 5, yəni göstərim ki, bu şəkildə yazılır. 4x 20. Buradan da x bərabərdir uşaqlar 4-ə. Üçüncü, bir bank hesabında 1000 manat var idi. Bir ayda 20% artdı. Sonra əldə olunan məbləğdən 180 manat çıxarıldı. Son məbləğ ilkin məbləğdən neçə faiz fərqlənir? 1000 manatın var idi, 20% artma nə deməkdir? Yəni 100 üstə gələk 20, 120. Bu da 1,2 deməkdir. 120% 1,2 deməkdir. Həmən bu mənim 1000 manatım 1,2 artdı, oldu 1200 manat. Sonra deyək ki, əldə olunan məbləğdən 180 manat çıxarıldı. Yəni 1020-dən çıxarıldı 180 manat. Daha doğrusu 1200-dən. 1200 çıxılsın 180 bərabərdir 1020. Mən cavabını birbaşa yazırdım, göstərmədim, ona görə dedim. Tapdıq 120. Sonra deyək ki, çıxarı son məbləğ deyək, ilkin məbləğdən neçə faiz fərqlənir? Son məbləğimiz 1020, ilkin məbləğimiz də 1000 idi. 20-dir. 20 manat fərqlənir, hələ tapırıq. İndi faizini tapdığımız zaman əlbəttə ki, hissə bölünsün, bütöv vurulsun 100%. Bu dedir 2%. Deməli, 2% çoxdur. B bəndi. Dördüncü görünür. Kinoteatrda biletin qiyməti x manat, popcornun qiyməti isə 2 manatdır. Ailə 3 dənə bilet aldı. 2 dənə popcorn alarsa, ümumi xərci göstərən ifadə aşağıdakılardan hansıdır? Əlbəttə ki, 3x üstə gələk 2. Yəni, A bəndi. 5-ci sual. Deyir, A 2 üstü 4, 3 üstü 2, 5-dir ifadələr verilir. Əkob AB aşağıdakılardan hansıdır? Əkobda biz bilirik ki, qüvvət üslərindən ortaqları götürülür və ən böyüklərin qeyd olunur. Yəni, biz böyük ədədi götürürdük, kiçikdə hansı kənarda qalırdısa ona vururduq. Bu deməkdir. 5-də bərabər 2 üstü 4, 3-ün kvadratı 5 vur 7, yəni B bəndi. 6-cı sual. Aşağıdakılardan hansı x plus 5 böyük bərabərdir 7 bərabərsizliyinin həlli deyil? Gəlin birinci tənliyimizi həll edək, bərabərsizliyimizi. Hansı həll edir? Əlbəttə ki, 1 2-dən böyük deyil. Buna görə A variantı. 7-ci sual. Şəkildə verilənlərə əsasən bucaq B neçə dərəcədir? Bu hissəni soruşur. Burada kənarlarda baxdığımız zaman, tərəflərinə daha doğrusu, baxdığımız zaman görürük ki, konqurentdir. Konqurent bucaqlarda bir-birinə bərabər olduğu üçün x üstə gəlinsin 30 bərabərdir 3x minus 10-a. Bu tənliyimizi həll etdiyimiz zaman x bərabərdir 20 alırıq. Bizdən B-ni soruşduğu üçün
Variant A variantı. 8-ci sual. 8-də nə deyir? Deyir, satıcı 10 dənə dəftər alana 2 dəftər hədiyyə edir. 10 dəftər alan 2 dəftər hədiyyə edir. Hədiyyələrlə birlikdə 18 dəftər alan xəyal neçə dəftərin pulunu ödəməlidir? 10 dəftər alana 2 dəftər hədiyyə olunursa, deməli bu 12 dəftərdir. Yəni mən 180-ı bölürəm 12-yə, bu edir 15. 180 dəftərə xəyal neçə dəftərin pulunu ödəməlidir? 15-i həmin 10-a vurmalıyam. Deməli 150 dəftərin pulunu ödəməlidir. 9-cu sual. Bucaqlarından biri 100 dərəcə olan üç bucağı necə adlandırmaq olar? Əlbəttə ki, körbucaqlı üç bucaq adlandırmaq olar. 10-cu. Qutuda 4 qara və 8 ağ kürəcik var. Təsadüfən çıxarılan bir kürəciyin ağ olması ehtimalını tapın. Ümumi burada nə qədər kürəcik var? 8 üstə gələk 4 bərabərdir 12-yə. Kürəciyin ağ olması ehtimalı o deməkdir ki, ümumi 12-dir. Ağ olması üçün də 8-dir. 12-də 8. İxtisar etdiyimiz zaman edir 3-də 2. Variantımız da C variantı. 11-ci sual. Şəklə əsasən yarım dairənin sahəsini tapın. Yarım dairənin sahəsi, yəni burada diametr bizə verir 28. Diametrimiz 28-dirsə, pi d-nin kvadratı bölünsün 4 vurulsun 2-də 1-ə. Niyə 2-də 1-ə? Çünki yarım dairədir. Pi-nin kvadratı pi vurulsun 28-in kvadratı bölünsün 8-ə. 4-ü 2-yə vuranda 8 edir. Cavabımız da 98 pi edir. D variantı. 12-ci sual. Ədəd oxu üzərində -19 və B0 nöqtələr arasındakı məsafəni tapın. -19-dan 0-a çıxdığımız zaman elə edir müsbət 19. B bəndi. 13. 13-cü sual bu şəkillərdə uşaqlar bura köçürtdüm. Qeyd edək. 5 çıxılsın 4 birim 4, 7 bölünsün 8-də 7 üstə gələk 2-də 1. Yazırıq 5 çıxılsın 4-də 7 vurulsun 7-də 8 2-də 1. 5 çıxılsın 7 ilə 7 ixtisa gedir 8-də 4-ə böləndə 5 çıxılsın 2 üstə gəlsin 2-də 1. 3-ün üstünə 2-də 1 gəldiyimiz zaman 3 tam 2-də 1 edir. Variantımız da C variantı. 14-cü sual. Sahəsi 48 cm² olan düzbucaqlı üçbucağın katetlərindən biri 16-dırsa digərini tapın. Bilirik ki, S bərabərdir. Düzbucaqlı üçbucaqda katetlər hasilinin yarısıdır. 48 bərabərdir deyək 16B olsun. Bölünsün 2-yə. 16B deməli 48 bərabərdir 8B-yə. B də bərabərdir 6-ya. Variant da elə B bəndi. 15. Xarici turistlərin 24 nəfəri Azərbaycan, 29 nəfəri Rus, 5 nəfəri isə bu iki dildən hər ikisini bilir. Bu iki dildən heç birini bilməyən 19 nəfər olarsa, xarici turistlərin sayını tapın. Gəlin Eyler-Venn diaqramından istifadə edək. Bura yazaq deməli Azərbaycan, burada yazaq Rus. 24 nəfəri Azərbaycan dilini öyrən. Ortada 5-dir. Hər ikisini öyrənən 5-dir. 24-dən 5-i çıxdığım zaman edəcək 19, bu Azərbaycan olur. 29-dan 5-i çıxdığım zaman 24, bu da olur Rus. Ümumi bunun cəmi 19 üstə 5 üstə 24 bərabərdir 48-ə. Bizə burada deyir ki, bu iki dildən heç birini bilməyən də 17 nəfər var. Yəni 48-in üstünə 17 gəldiyimiz zaman edəcək 65. Demək, ümumi 65 nəfər var. 16-cı sual. Qələmim. 16. Eni 6 cm-dir. Uzunluğu 12 metr olan düzbucaqlı formalı. Yəni S bərabərdir A vurulsun B-dən. 12-ni vururuq 6-ya edir 72 metrin kvadratı. Tərəfi 9 cm tərəfə çəkilmiş hündürlük. Yəni yenə S bərabərdir A vurulsun H-dan. 9-u 4-ə vuranda edir 36 santimetrin kvadratı. Bu metr kvadratıdır. Bu santimetr kvadratıdır. Yenə çevirdiyimiz zaman 72 metr kvadratı bərabərdir 72 santimetrin kvadratına.
Həmin bu hissəni də tapmaq üçün bölürük 36-ya, edir 20.000. Variantımız da 20.000 olan D variantı. 17. Görünür. Şəkildə verilənlərə əsasən silindrin yan səthinin sahəsini tapın. Yan səthinin sahəsi S yanı soruşur məndən. Deməli, bizə verir H bərabərdir 10, R bərabərdir 6-ya. S yan da bərabərdir 2 pi R H-a. Buradan H-ı tap S yanı ilə soruşduğu üçün 2 vurulsun pi vurulsun 6 vurulsun 10'a. Edir 120 pi. Variantımız var. C variantı. 18'i köçürdüm. Misalımız bu şəkildədir uşaqlar. Modulun içərisində deməli -8 çıxılsın 4 böl 3 üstə gəlinsin 5 şəklində yaza bilərəm. -8-dən -4'ü çıxdığım zaman -12 mütərizənin içərisindən çıxacaq -12 bölünsün 3 üstə gələk 5. 12'ni 3'e böldüğümüz zaman 4 9 eder. B bəndi. Xəritədə bir məktəb 2, 3, kitabxana isə 2, -4 nöqtəsindədir. Şagird məktəbdən kitabxanaya ən qısa yolla neçə vahid gedir? Deməli, ən qısa yolla 3-dən 7'ni çıxdığımız zaman, yəni 4'ə. Çünki x-lar dəyişmədiyi üçün həmən biz bu ifadədən y-lərlə yola çıxırıq. Deməli, 3 çıxılsın 7 olub ki, o da bərabər olub, deməli, -4'ə. Neçə vahid gedər? Deməli, 7 vahid gedər. 20-ci sual. Diaqrama əsasən cümə günü satılan mal 5 gün ərzində satılan ümumi malın hansı hissəsidir? Gəlin birinci baxaq görək, bazar ertəsində nə qədər satılıb? Xətti izləyirik, 200'dür. Çərşənbə axşamında 100, çərşənbədə 300, cümə axşamında baxaq 150, cümədə 250. Bunları ümumi uşaqlar topladığımız zaman 1000 edir. Həmən deyir ki, cümə günü satılan, cümə günü nə qədər satılıb? 250 satılıb. 250'ni də 1000'ə böldüyümüz zaman edir 1/4 hissəsi. Variantda D variantı olur. 21. Ədədlərin modasını tapın. Moda bilirik ki, təkrarlanan ədəd deməkdir. 23. 22'də. İki paralel düz xəttin 3-cü düz xətlə kəsişməsindən alınan xarici bir tərəfli bucaqlardan biri 25 dərəcədirsə, xarici bir tərəfli bucaqların dərəcə özü 180 olduğu üçün biri 25 isə, deməli digəri də 155'dir. Cəm olmağından ötürü. Belə yazaq. 23. Deməli, tərəfimiz 8'dir, hündürlüyümüz 6'dır, həcmimiz 216'dır, böyük hündürlüyümüzü soruşur bizdən. Biz bilirik ki, V bərabərdir, A vurulsun, H bölünsün 2, vurulsun böyük hündürlük. Yerinə qiymətlərimizi qoyub yaza bilərik. Artıq bu x-ları deməkdən yorulduğum üçün uşaqlar bu şəkildə səssiz yazırıq. 4,8 eləməlidir səhv eləmirəmsə. Yenə də özünüz baxarsınız. Yəni 24'ü bölərsiniz 5'ə. Və sonuncu 25-ci sual. 45 manata 12 və 18 yaşlarındakı iki övladına yaşları ilə düz mütənasib olaraq bölüb verən ata 12 yaşındakı övladına neçə manat verir? Yaşlar nisbətində eyni bölür deyir. Birinci biz bilməliyik ki 2x üstə gəlinsin 3x bərabərdir 45'ə. Nəyə görə 2-3 nisbətində? 12 ilə bax. Düz mütənasib 12 bölünsün 18'i. Biz hər tərəfin
Belə deyək, 6-ya bölə bilərik. 2-nin 3-ə nisbətində olar. 2-nin 3-ə nisbətində də tənliyimizi həll elədiyimiz zaman x-i alırıq ki, 9-dur. 12 yaşındakı övladına neçə manat verər? 12 yaşındakı övladı nə qədər idi? 2x idi. 2x də bərabərdir 2 vurulsun 9, o da bərabərdir 18-ə. Və sonuncu və nəhayət sınaq 15-ə gəldik, çatdıq. Düzbucaqlı formalı otağın döşəməsinin ölçüləri bu qədərdir. Otağın döşəməsinə kəsmədən, boş yer qalmadan döşənə biləcək ən böyük kvadrat formalı kafelin bir tərəfi neçə santimetr olar? Ona görə əbobu tapırıq. Ortaqlarını qeyd edək. %50 santimetr. İkinci sualımız. 6-nın kubu üstəgələ 8-in kvadratı bölünsün 2-nin kubu. 6-nın kubu 216 üstəgələ 64 böl 8. Bu dedir 35. Variant da A variantı. Üçüncü misalımızı qeyd edək. Buradan elə vərəqimiz çıxır. 3'ü görürsünüz, bəli. Tənlidir, çarpaz vuraraq həll edirik. Variantımız C variantı. Dördüncü sual. 4'te nədir? Deyir ki, 3, 6, 8, M, 14, 20 ədədlər sırasının medianı 10 olarsa, M-i tapın. Medianı əgər 10-dursa, deməli, biz gəlin bunları sırayla ilə olduğu kimi qeyd edək. Bax, necə? 3, 6, 8, deməli, M, 14, 20. Yəni, bu artan sırayla yazılıb. Medianda bilirik ki, hər tərəfdən eyni qədər silirik. Ortada 2 dənəsə qaldığı zaman ədədi ortalarını tapırıq. Yəni 8 üstəgələk M bölünsün 2. Özü də deyir ki, bu median 10-a bərabərdir. Qeyd eləyir. Yəni bu tənliyi həll edirik. 8 üstəgələk M bərabərdir 20-yə. M də bərabərdir 12-yə. Deməli 12 imiş ki, bunun medianı 10 olub. 5-ci sual. 40 kiloqram tutdan 25 kiloqram bəhməz alınır. Deyir ki, 30 kiloqram bəhməz əldə etmək üçün neçə kiloqram tut lazımdır? Biz burada baxırıq ki, 40-da 25 alınırsa, deməli 40-dan çox da 30 alınmalıdır. Ondan ötürü nə eləmək lazım? Deməli, hər iki tərəfim eyni qəddir. Yəni, hər iki tərəf artır. Bu düz mütənasib asılılıqdır. Ona görə çarpaz vurulacaq. 40-ı vuracaq 30-a, böləcək 25-ə. Bu dedəcək 48 kiloqram variant da C variantı. 6-cı sual. Bir zavodda gündə 400 məhsul istehsal olunurdu. Yeni texnologiyadan sonra istehsal əvvəl 25% artdı, sonra azaldı. Gəlin baxaq 6-cı sual. 400 məhsul istehsal 25% artma o deməkdir ki, 100-ün üstünə 25 gəlmək, 125% də 1,25 deməkdir. Həmin bu 400 1,25 artıb. Yəni 1,25'ə vurduğumuz zaman edir 500. Sonra deyir ki, sonra 20% azaldı. 20% azalma nə deməkdir? 100 çıxılsın 20 bərabər 80%. O da nə edir? 0,8. 20% azalma da, yəni 500 vurulsun 0,8'e. Bu da edir 400. Deyir ki, son istehsal ilkin miqdardan neçə faiz fərqlənir? Son istehsal 400'dür. İlkinim nə qədər idi? 400 idi. Vururuq 100'ə. Yəni əvvəlkindən sondan çıxırıq 400'ə hələ. Tapırıq ki 0'dır. 0'ı 400'ə bölüb 100'ə vurduğumuz zaman bu da edir 0%. 0% o deməkdir ki, yəni dəyişmir. A bəndi. 7-ci sualı köçürək. Buradan görürsünüz.
14 çıxılsın 10 bölünsün 2 çıxılsın 3 vurulsun 4'e. 14 çıxılsın 10'u 2'ye böldüğüm zaman 5, 3'ü 4'e vurduğum zaman 12. Hesapladığımız zaman da mənfi 3. A bəndi. 8-ci sual. A mənfi 6, 1, B, x bir nöqtələrlə verilmiş AB parçasının uzunluğu 10 vahid olarsa, x aşağıdakilərdən hansı ola bilər? A'nın koordinatlarını qeyd edək, B'nin də koordinatlarını burada qeyd edək. AB parçasının uzunluğu 10 vahid olarsa, x'i tapmaq istəyir bizdə. Yəni, x'imiz neçə olub ki, biz həmən boyu onu almış, onu tapmışıq. Ona görə x-lərdən söhbət getdiyi üçün mənfi 6 çıxılsın 4 olub deməli. Bu edir mənfi 10, bu edir 10. Deməli, cavabımız müsbət 4 olub. Ki, məsələn, bura 4, 1 olub ki, mənfi 6-dan 4'ü çıxıb onu alıb. 9-cu. Görünür buradan. Ədəd ox üzərində 5 ədədindən 9 vahid solda. Solda demək, çıxmaq deməkdir. Yerləşən ədədimiz mənfi 4'dür. 10. Şəkildə ölçüləri verilmiş düz üçbucaqlı prizmanın həcmini tapın. Həcm düsturumuz bilir ki, V bərabərdir S oturacaq vurulsun H-a. Yəni, AH bölünsün 2 vurulsun H. A-nı verir 24. Balaca H-ı verir 11. 2 olduğu kimi vurulsun 30'a. Bu da bərabərdir 3960 santimetrin kubuna. A bəndi. 11. 6'ya böldükdə alınan mümkün qalıqların cəmini tapın. 6'ya böldükdə alınan mümkün qalıqlar 1, 2, 3, 4, 5'dir. 6 ola bilməz, çünki 6 6'ya bölünəndə 1 olur da, qalıq qalmır. Cəmini də tapdığımız zaman edər 15. 12'ni köçürdək. İfadəsinin qiymətini soruşur bizdən. Ortaq məxrəcimiz 10'dur. 9 üstə gələk. Onu 5'ə böləndə 2 vurulsun 2 kimi 4, 5 çıxılsın 1'ə bərabərdir. 10'da 11 vurulsun 2'də 5 çıxılsın 1. Bura ixtisar gedir 2, qalır 4'də 11 çıxılsın 1'ə. Bu dedir 11 çıxılsın 4, 4'də 7, dedir 1 tam 4'də 3. Belə cavab varmı? Bəli, var. A bəndi. 13. Uzunluğu 13x plus 8 metr olan ağac gövdəsinin bir ucundan 2x minus 5 metr, digər ucundan isə x metr kəsilərsə neçə metr qalır? Kəsmək nə deməkdir ki? Əlbəttə ki, çıxmaq deməkdir. İfadəmiz bu şəkildə olur. Birinci mötərizədən azad edək. 13x'dən 2x'i çıxdığımız zaman 11x, 11x'dən də x'i çıxanda 10x, 8'in üstünə 5 gəldiyimiz zaman da edir 13. Baxaq görək, harada var? C variantı. Üçbucağın bucaqlarından biri 50'dir. Qalan iki bucaqdan biri digərindən 30 dərəcə böyükdür. Bu üçbucağın ən böyük daxili bucağı neçə dərəcədir? Biri 50'dir. Deməli, digəri bilmirik nədir. O biri digərindən 30 böyükdür. Ona görə bu şəkildə qeyd olunur. Buradan x bərabərdir 50'yə. Böyüyü soruşduğu üçün böyük də əlbəttə ki, x üstə gəlsin 30 olduğu üçün 50 üstə 30 bərabərdir 80. 15. Böyük radiusu r bərabərdir 6, kiçik radiusu 3 olan dairə halqasının, halqadan söhbət getdiyi üçün sahəsini deyir tap. S bərabərdir 1 ki, pi r kvadratıdır. Pi r-in kvadratı çıxılsın balaca r-in kvadratı. Da bərabərdir pi vurulsun 36 çıx 9 bərabərdir 27 pi-yə. Cavab C bəndi 16. AC 15'dir, BD 12 olarsa rənglənmiş hissənin sahəsi üçbucağın sahəsində S bərabərdir A vurulsun H bölünsün 2'dən 12 vurulsun 15 böl 2. Bu dedər 90 B bəndi. 17.
Paralleloqramın tərəfləri A1 bərabərdir 20, A2 bərabərdir 16 sm olarsa, paralleloqramın kiçik hündürlüyü 8 sm-dir. Demişik ki, böyük tərəfə kiçik hündürlük yazılır. Digər hündürlüyü soruşur məndən. Mən bilirəm ki, S bərabərdir A1 H1-dən S-i tapa bilərəm. 20-ni 8-ə vurduğum zaman edəcək 160. S-i bilirəm. S bərabərdir A2 vurulsun H2-yə. 160 bərabərdir A2 verib 16, H2-ni soruşur. H2 də bərabərdir 10-a. B bəndi. 18. Sədaqət sözündəki hərfləri kağızlara yazıb qutuya atdı. Qutuya baxmadan çıxarılan bir kağızda Ə hərfinin olması ehtimalını tapın. 1, 2, 3, 4, 5, 6. 6 sözdən ümumi ibarətdir. Ə hərfi neçə dənədir? 2 dənədir. Deməli, 3-də 1 qədər, yəni ehtimalı var, şansı var. X bərabərdir 6, Y bərabərdir 4 olarsa, 3x minus 2y üstə gələk 5 ifadəsinin qiymətini hesablayın. 3-ü 6-ya vurub çıxıb 2 vurulsun 4 plus 5. 6 3-üm 18, 4 2-m 8, 5 bu dedər 15. Variantda B bəndi. 20. Fərqin soruşduğu üçün ortaqlar qeyd olunur. Ortaqlar N-la P-dır. Burada göstərim. Deməli, biri N-dır. Biri də P-dir. Birinci P-ni soruşduğu üçün M-lə K uyğun gəlir. Variant D variantı. 21. Silindirin açılış şəklinə əsasən tam səthin sahəsi neçə santimetr kvadratıdır? Deməli, radiusum 7-dir. Hündürlüyüm 20-dir. Pi-ni də mənə verir 3. Tam səthinin sahəsini soruşur. S tam bərabərdir. 2S oturacaq. Üstə gəlsin S yan. Yəni, 2 pi r-in kvadratı üstə gələk 2 pi r h bərabərdir. Yerinə yazaq. 2 vurulsun 3 vurulsun 7-nin kvadratı üstə gəl. 2 vurulsun 3 vurulsun 7 vurulsun 20. Hesabladığımız zaman 1134 edir. 22. İki paralel düz xəttin üçüncü düz xətlə kəsişməsindən alınan xarici çarpaz bucaqlardan biri 175 dərəcədirsə, deməli digər də 175 dərəcədir. Çünki xarici çarpaz bucaqlar bir-birinə bərabərdir. Ona görə digər də 175 olur. 23. 6 misli özündən 25 vahid böyük olan ədəd hansıdır? Deməli 6x çıx x. X də bərabərdir 5-ə. 24. Dairəvi diaqramda Vasif və Kamilin bir ay ərzində həll etdiyi sualların sayına uyğun hissələr göstərilib. 72 sual həll edir. Deməli, Kamil 72 sual həll edibsə, 72 bölünsün 14-də 9-a. Yəni, 72 vurulsun 9-da 14-də. Bu edir elə 112. Ümumini soruşduğu üçün elə 112 də qeyd olunur. Digər tərəfdən və nəhayət sonuncu. ABC, DEF kongruentdir. 40 dərəcə, 70 dərəcə verilirsə, F-i soruşur məndən. 25-də. 40-ın üstünə 70 gəldiyimiz zaman 110. 180-dan da 70-i çıxdığımız zaman, daha doğrusu 110-u çıxdığımız zaman edir 70 dərəcə. Bax, bu şəkildə uşaqlar. Demək olar ki, 15 dənə, 5 dənə sınaq bitdi. Yəni 15-ə qədər baxa bildik. Ayın 6-sında imtahan verəcək hər bir şagirdimə uğurlar arzulayıram. Allah çəkdiyimiz əziyyəti haqqımızda xeyirlidirsə, inşallah yerdə qoymaz. Hər birinizdən imtahandan çıxdıqdan sonra yorumlar hissəmizdə cavablarınızı gözləyirəm. Ümid edirəm ki, hər şey ürəyiniz istədiyi kimi olar.